Öncəliklə bu kimi etirazlar insanın primitiv bərabər yaşama mədəniyyətinə sahib ola bilməməsinin göstəricisidir. Hansısa bir adam yazırmı ki, gedib o neçə min il əvvəl qalmış Kolizeydə qladiator döyüşlərinin keçirildiyi məkanı görüb o pulları xərcləməkdənsə niyə ehtiyac sahibliyini paylamırsınız? Adam deyər ki, sənin nəyə lazımdır? İndi kimsə deyəcək ki, bizim kəndimizdə filan illərdə bir dənə hacı var idi, belə idi. Mənfi örnək üzərindən geçsək, istənilən bir sahədən minlərlə mənfi örnək verə bilərik. Məsələn, deyirsən, mən Azərbaycanlıyam. Bu sənin mənsubiyyətindir. Azərbaycanlılar içərisində bunu mənfi təmsil edən, istər xaricdə, istər daxildə minlərlə örnək varmı? Bəli, var. Bu sənin mənsubiyyətinə zərər verir. Buna görə imtina edirsən o addan. Hər halda o qədər pulu qazanacaq qədər ağlı varsa bu adamın, onu necə xərcləyəcəyini və yaxud həccə gedəcək qədər dini həssasiyyəti varsa, dində ehtiyac sahiblərinə paylaşmağın nə qədər həssas məsələ olduğunu o adam bilir. Şəxsi istirahətinə pul xərcləyən insanlara necə qarışa bilmirsənsə, qarışa da bilməzsən. Qarışa bilmirsənsə, adamın Məkkə Mədinə ziyarətinin sənə nə aidiyyəti var? Bir adam İslam'a gəlir deyə həmən ərəb sevərə çevrilmir ki. Yaxşı ərəbi sevər, pis ərəbi sevməz. Adam hər hansı bir ərəb turistin bir hərəkətini görür və o müsəlmanlar, ərəblər, halbuki mən özüm yəni bura gələn turistlərin içərisində yetəri qədər xristian ərəblər görmüşəm. Danışırsan, adam xristiandır. Demək, bu mövzu həqiqətən çox sosial şəbəkələrdə qarşılaşdığımız bir məsələdir və bu kütlə ümumiyyətlə çox qəribə kütlədir. Yəni bu kütlə dediyim, əslində mən onların ölkədə çoxunluğa sahib olduqlarını düşünmürəm. Bəlkə də çox az bir və bunların çoxu real həyatda qarşılaşdığımız insanlar deyil, sosial şəbəkələrdə o mövqeyini göstərirlər. Çünki hal-hazırda elə bir vəziyyət var ki, sanki iki insan tipi formalaşıblar. Real həyatdakı insan ayrıdır, sosial şəbəkədə ayrıdır. Real həyatda eləməyəcəyi hərəkətləri, deməyəcəyi sözləri sosial şəbəkələrdə deyil. Yəni adam çox qəribə bir şəxsiyyət ikləşməsi yaşayır yəni. Bu insanlar, məsələn deyək ki, biz indi bu başlıq altında paylaşacaq olsaq ki, həcc ərəbə pul yedizdirməkdirmi? Heç dinləmədən gülmə işarəsi ata bilərlər və yaxud oradakı cavabları da dinləmədən yenə də eyni bildiklərini yaza bilər. Çünki adam qərəzli olduqdan sonra, ağlını istifadə etməyi bacarmadıqdan sonra ona nə desən də, yəni adam o səviyyədədir də. Amma normalda İslamda da xitab ağıl sahiblərinədir və Allah belə vəsf eləyir ki, belə xarakterizə eləyir həqiqi möminlər ki, onlar sözü dinləyərlər və ən gözəlinə tabe olarlar. Yəni bu təhlil deməkdir, analiz qabiliyyəti deməkdir. Yəni sən sözləri eşidirsən və düşünürsən, dəyərləndirirsən və ona əsasən sözü qəbul edirsən. Və bu insanların əksəriyyəti ümumiyyətlə çox qəribə hallardan birisidir ki, düşünün ki, cəmiyyətdə özünü intellektual zənn edən keyfiyyətsiz təbəqədən var ki, adam ictimai bir fiqurdur, sosial şəbəkələrdə izlənməsi daha çoxdur. Deyək ki, həcc qiymətləri paylaşılır. Hansısa bir xəbər saytı, hətta bunu özüm qarşılaşmışam. Mövcud həcc qiymətinin, mən hansısa qiymətin doğru olub olmadığını müzakirə etmirəm. Zaten qiymət bizim də arzuladığımız şəkildə deyil deyə əksəriyyət həccə gedə bilmir, yəni orta səviyyəli adam. Amma məsələ başqadır yəni. Paylaşmış həcc qiymətinin yalan olması, yəni xatırladığım qədərlə bir 10 qat çox bir xəbər saytı götürüb bunu paylaşıb, yalan bir xəbər kimi. Bir siyasi, ictimai fiqur götürüb bunu paylaşıb və rəydə də onlarla insan heç məsələnin, o məlumatın doğru olub olmadığını araşdırmadan buna inanaraq rəy bildirirlər. Yəni çox qəribə bir sosial şəbəkə ilə həyatımıza girmiş qəribə bir hal var. Məsələn, istənilən insanı etibarsızlaşdırmaq üçün bir dənə yalan xəbər uydura bilərsən və insanlar buna inana bilər. Və bu həcc məsələsi ilə də bağlı öncəliklə bu kimi etirazlar insanın primitiv bərabər yaşama mədəniyyətinə sahib ola bilməməsinin göstəricisidir. İndi o dinləyənlər özləri bilmirlər, biz onlara deyək ki, hansı səviyyədədirlər. Primitiv şəkildə bərabər yaşama mədəniyyəti deyilən bir şey var. Bərabər yaşama mədəniyyəti nədir? Məsələn, mən müsəlmanam. Mənə görə müsəlman olmayanların düşüncələrində, yaşayışlarında məntiqsiz olan bir çox şey var. Düzdür? Amma İslam hələ Peyğəmbərimizin sallallahu əleyhi və səlləm dövründən başlayaraq İslam elə bir hüquq sistemi ortaya qoyub ki, müsəlmanlarla qeyri-müsəlmanlar bərabər yaşamağın hüququnu ortaya qoyublar. Yəni sənə görə onun etdikləri, onun ibadət şəkli məntiqsiz olsa belə, sən bərabər yaşamağın gərəkdirdiyi şəkildə ona qarışmama, onu təhqir eləməmə, lağlağı eləməmək zərurətin var. Yəni deyirəm, qəbul etməyə bilərsən, içində hörmət də etməyə bilərsən. Amma kimisə təhqir eləmək haqqın yoxdur sənin. Bu müsəlmanlar üçün də keçərlidir. Yəni sən qeyri-müsəlmanlara da bu cür davrana bilərsən, başqa din nümayəndələrinə də bu cür davrana bilməzsən. İndi bu cür mövqe göstərən insanlar başqasının yerindən düşünməyə bacarmadıqlarına görə, yəni onların nəzərindən baxdığın zaman həccə, ümrəyə pul vermək məntiqsiz gələ bilər. Yəni adam düşünür ki, mən niyə gedib o pulu verməliyəm? Amma sən özünü onun yerinə qoysan, bir müsəlmanın nəzərində sən qəbul etsən də, etməsən də bu bir ibadətdir. Zaten sizin o rəylərinizi oxuyub da kimsə həccə getməkdən imtina edən də deyil. Nə də ümrəyə getməkdən imtina edən də deyil. Getdikcə də Allaha həmd olsun ölkəmizdə ümrəyə gedənlərin sayı artır. Yəni güya sən bununla nəyəsə mane olduğunu düşünürsən. Sadəcə özünü və özünü nisbət elədiyin ideologiyanı, ateizmdirsə, deizmdirsə, nədirsə daha gülünc vəziyyətə düşürmüş olursan. Yəni sən bu etirazı bildirməklə. Çünki müsəlmanın nəzərində bu bir
ibadətdir. Hal-hazırda o bölgələrdə kimin idarəçi olmasının, qiymətin necə müəyyən olunmasının, qiymətin ədalətli olub olmamasının məsələyə heç bir aidiyyəti yoxdur. Sən ona etiraz edə bilərsən. Yəni deyərsən ki, bu mənim ürəyimcə deyil təyin olunmuş qiymətlər. Amma bu onun bir müsəlmanın nəzəri ilə ibadət olduğunu dəyişdirmir. Çünki müsəlman Qurana inanır. Qurana inandığı üçün də görür ki, Allah Quranda dəfələrlə Kəbənin ziyarətini müsəlmanlar üzərinə fərz qılır, həccdən bəhs eləyir, onlarla ayədə Allah Teala həccin əhkamından bəhs eləyir, ümrədən bəhs eləyir. Yəni siz neynəsəz də həccin, ümrənin və yaxud digər İslami hökmlərin əleyhinə nə təbliğat aparsanız belə heç bir şey dəyişməyəcək. Yenə də həccə, ümrəyə gedənlərin sayı artacaq. Çünki Quran oxunduqca, Qurana iman edənlər olduqca bu olacaq. Birinci bunlar bərabər yaşamağın, o primitiv bərabər yaşama mədəniyyətinə sahib olmayan insanlardır. O bərabər yaşama bildiyimiz adi məsəl şəhər mühitində çox fərqli mədəniyyətlərdən, çox fərqli etnik mənsubiyyətlərdən, çox fərqli dini mənsubiyyətlərdən və yaşantılardan olan insanlar eyni binanın içərisində yaşayırlar. Doğrudurmu? Yəni bərabər yaşama mədəniyyəti nədir? Sən qonşularını nəzərə alırsan, onlar səni nəzərə almalıdır. Amma bunlar o səviyyədə olmayan insanlardır. Böyük ehtimal bu etirazı bildirən insanlar evlərində yüksək səslə musiqi dinləyən, qonşunu narahat etməkdən narahat olmayan insanlardır. Böyük ehtimal. Əslində mən məsələnin çox təməlinə insəm, bu tipdə də bəzən öz dinləyən ətrafımızdan etirazlar gəlir ki, məsələn çox dərindən gedirsən. Amma yəqin ki, bu etirazı bildirənlərin o dərinliyə gedəcək qədər bilgiləri olmadığına görə çox dərinliyə getməyim. Çünki başa düşməyəcəklər məsələləri. Bir müsəlmana əgər sən bu etirazı bildirirsənsə ki, məsələn, ehtiyac sahiblərinə payla. Bunu bir möminə deməyin heç bir mənası yoxdur. Çünki sənin inancına görə, ateistsənsə, deistsənsə, sənin ehtiyac sahiblərinə nəyisə verməyə dair heç bir motivasiyan yoxdur. Sən çünki əxlaqın təməlləndirilməsini bilmirsən zaten. Doğru yanlışı təməlləndir. Sənə görə ümumiyyətlə doğru nədir, yanlış nədir bunu bilmirsən. Amma bir müsəlman Qurana inandığına görə onlarla ayədə ehtiyac sahiblərlə paylanması gərəkdiyini bilir zaten. Və həccə gedən insan zəngin orada böyük ehtimal. Çünki yəni şəriətdə o miqdar var. O miqdar çatsa zəngindir. Bu zəngin adam zəkat verməklə mükəlləfdirmi? Bəli, mükəlləfdir. Onsuz da bu adam zəkat verir. Onsuz da bu adam qurban kəsir, paylayır. Onsuz da bu adam fitrə verir. Onsuz da bu adam sədəqə verir. Çünki o həcc zənginliyinə çatıbsa zaten bunları eləyən adam onu eləyir. Yəni adam elə bir şey İslamda ikisi də paralel əmr olunduğuna görə, İslamda belə deyilmi də bunu tərk edib bunu. İkisi də paralel gəldiyinə görə zaten adam ikisini də eləyir. Və sən Azərbaycanda bəzi mənfi örnəklər var. Həccə gedənlərlə bağlı. Bunu inkarləmirik heç. Amma mənfi örnəklər üzərindən bir dinə hücum eləmək, bir ümumiyyətlə mənsubiyyətə hücum eləmək çox absurddur. Çünki yer üzündə elə bir mənsubiyyət yoxdur ki, onun mənfi örnəyi olmasın. Yəni mənsubiyyət nədir? Məsələn, sən özün bir etnik və yaxud bir bölgə mənsubiyyəti ilə vəsfləyirsən. Məsələn, deyirsən mən Azərbaycanlıyam. Bu sənin mənsubiyyətindir. Azərbaycanlılar içərisində bunu mənfi təmsil edən, istər xaricdə, istər daxildə minlərlə örnək varmı? Bəli, var. Bu sənin mənsubiyyətinə zərər verir. Buna görə imtina edirsən o addan və yaxud hər hansı bir sənət qrupu. Həkimlər içərisində yetəri qədər vicdansızı varmı? Bəli, var. Bunun üzərindən sən tibbin lazımsız olduğunu iddia edirsənmi? Eləmirsən. Həccə gedənlər içərisində problemli insanlar, haramla pul qazananlar varmı? Var. Amma bu nə İslam'a, nə həccə heç bir şeydə zərər vermir. Amma bu mənfi örnəkləri çıxardığımız zaman ölkədə bizim müşahidə etdiyimiz son deyək ki 20 ildə ən azından ölkədə bütün yardım fəaliyyətlərinin böyük əksəriyyətini zaten həccə gedən insanlar eləyir. Yəni sosial mediadan bu yazıları yazan adamlar var ha. Mən %100 bilirəm ki, bu insanların böyük əksəriyyəti kiminləsə, nəyisə paylaşmaqdan aciz olan insanlardır. Bunlar ümumiyyətlə belə bir təsəvvürləri yoxdur ki, bir insan qazandığından niyə paylaşsın? Amma sənin o bəyənmədiyin həccə gedən insanlar var ki, onlar elə pullar xərcləyirlər ki, Allah üçün və elə ehtiyac sahiblərinə elə pullar xərcləyirlər, sən heç onu xəyal belə eləyə bilməzsən. Yəni Azərbaycanda həqiqətən də çox böyük yardımlar edənlərin əksəriyyəti namaz qılan insanlardır və elə həccə gedən insanlardır. İslamda necədir? Ehtiyac sahiblərinə yardım da əmr edilib, həcc də əmr edilib. Sadəcə öncəlik necə təyin olunur? Əgər zəngindirsə bu adam zaten zəkatını da verir, həccə də gedir. Amma həccin pulunun hamısını ehtiyac sahiblərinə versin, həccə getməsin məsələsi gəldiksə, bu həqiqətən çox gülməli bir vəziyyətdir. Sən deyək ki, bunu yazırlar ha sosial mediada. Gedib bir adama belə desən, heç həcc yox ha, hər hansı bir tərcihi ilə bağlı. Düşün ki, məsələn, bir adam dostlarını yığıb bir kofe shopda oturublar, bahalı kofe içirlər və bəlkə də bir ailənin yarım aylıq, bir aylıq ərzaq pulunu bir dəfə kofe verirlər. Gəlib deyirsən ki, qardaş ondansa get ehtiyac adama deyirlər sən nə ev lazımdır. Doğrudurmu? Yəni mən özüm bilərəm. Hə o cəsarəti hardan? Sənə kim o icazəni verdi ki, gəlib mənim işimə qarışırsan? Sizə o icazəni kim verir ki, həccə getməkdənsə belə elə. Sənin məsləhətinə möhtacdır kimsə.
Hər halda o qədər pulu qazanacaq qədər ağlı varsa bu adamın, onu necə xərcləyəcəyini və yaxud həccə gedəcək qədər dini həssasiyyəti varsa, dində ehtiyac sahiblərlə paylaşmağın nə qədər həssas məsələ olduğunu o adam bilir, böyük ehtimal və bunu da eləyir. İndi kimsə deyəcək ki, bizim kəndimizdə filan illərdə bir dənə hacı var idi, belə idi. Mənfi örnək üzərindən getsək, istənilən bir sahədən minlərlə mənfi örnək verə bilərik. Yəni o heç vaxt mənfi örnək bir qrupu təmsil eləməz. Digər qəribə məsələ, həqiqətən bu topluluğu belə bir şeydə görməzsiniz. Məsələn, travel şirkətlərinin paylaşımları olur da sosial mediada. Deyək ki, məsələn, paylaşım olur ki, məsələn, Roma turu, deyək ki, bu qədər qiymət, hətta bir çoxu ümrə qiymətlərindən daha baha olur. Bir həftəlik, məsələn, Roma turu, Kolizey falan tarixi yerlərin ziyarəti. Hansısa bir adam yazırmı ki, gedib o neçə min il əvvəl qalmış Kolizeydə qladiator döyüşlərinin keçirildiyi məkanı görüb o pulları xərcləməkdənsə niyə ehtiyac sahiblərini paylamırsınız? Adam deyər ki, sənin nəyə lazımdır? Yəni mənə görə mən buna maraq duyuram. Məsələn, ən bəsitindən. Məsələn, bir adam deyək ki, müsəlmanların həcc həssasiyyətini başa düşmək istəmir. Başa düşməsin. Bunu ümumi şəkildə nə adlandırırıq? Baxın, həcc və ümrə ziyarəti ümumi şəkildə nə adlandırılır? Bu əslində turizm fəaliyyətidir. Yəni turizm dediyin biz ibadət görürük, amma ümumi olaraq baxıldıqda, yəni kənardan birisi olaraq baxdıqda turizm fəaliyyəti. Turizmə də insanlar böyük pullar xərcləyirlər. Kimisinin marağı məsələn təbiətdir. Gözəl təbiətli yerlərə gedir, pul xərcləyir. Kimisi dəniz marağındadır, gedir dəniz kənarı yerlərdə istirahətinə pul xərcləyir. Kimisi tarix marağındadır, gedir məsələn hər hansı bir tarixi abidəni ziyarət edir. Kimisi muzeyləri gəzmək marağındadır. Dünyanın hər hansı bir bölgəsinə gedir ki, bir dənə eksponatı görsün məsələn. Düzdür? Hər kəs öz zövqünə görə, hər kəs öz inancına görə, istəklinə görə pulunu xərcləyir. Bu da ən azından sən hörmət eləməlisən ki, yəni gedib muzey ziyarət eləyən, gedib tarixi abidələri ziyarət üçün başqa ölkələrə böyük pullar xərcləyən və yaxud şəxsi istirahətinə pul xərcləyən insanlara necə qarışa bilmirsənsə, qarışa da bilməzsən. Qarışa bilmirsənsə, adamın Məkkə, Mədinə ziyarətinin sənə nə aidiyyəti var? Yəni ona görə deyirəm ki, bunlar praktikada bunu eləyə bilmirlər. Sosial mediada sən gedib kiməsə deyə bilərsən onu. Deyə bilərsən niyə gedib bir həftəlik Antalya istirahətinə məsələn $2000 xərcləyirsən? Deyə bilirsən bunu? Deyə bilmirsən. Adama deyirlər ki, sən mənlə pul qazanmısan, özün bilərəm. Ged ehtiyac sahiblərinə payla. Sən nə lazımdır? Mən kimə verdim, pulumu vermədim. Eyni şəkildə deməyim odur ki, adam bunu ora xərcləyirsə, tam əksinə o insanlarda inanc olmasa belə, zərrə mədəniyyəti olsa, gedib deyək ki, sırf şəxsi istirahəti üçün o pulu xərcləyən insanlara göstərdikləri tolerantlığı ibadət üçün xərcləyən insana daha çox göstərərlər. Çünki bu özü belə hörmət edilməyə dəyər bir şeydir ki, adamda bir dəyər var, o dəyər üçün pul xərcləyir. Yəni bu adam sırf nəfsi istəyi üçün deyil, deyək ki, içki üçün deyil, qadın üçün deyil, başqa boş şeylər üçün deyil, dəyər üçün pul xərcləyir. Yəni deyək ki, bizə görə məsələn hər hansı bir ən əslindən götürək, bir adam xristiandır və hansısa bir bölgədəki qədim bir kilsəni ziyarət üçün getmək istəyir. Bizə görə onun dini də, onun yanaşmaları da doğru deyil, doğru olmaya bilər bu öz yerində. Amma bir bu adam var. Bir də deyək ki, qadına və içkiyə pul xərcləyən adam var. Biz hansına daha çox normal yanaşarıq? Təbiidir ki, bu insan bu biri daha çox hörmət edilməyə layiqdir ki, bu insan bir şeyə inanır və o dəyərə şəxsi istirahət üçün yox və yaxud başqa boş haram olan şeylər üçün yox, buna pul xərcləyir. Ən azından bu insanlarda zərrə mədəniyyəti olsa, bunu bacararlar, bu hörmət eləməyi bacararlar. Yəni o adamlar adlarını ateist qoyur, amma dinə hücum gəldiyi zaman yalnız İslam'a yönəldər. Məsələn, digər dinlərlə bağlı heç bir şey deməzlər. Digər bir məsələ, insanların bu təsəvvürü belə adama qəribə gəlir ki, məsələn adam deyir ki, sən niyə bu pulu ərəbə yedizdirirsən? Bax, o mənim verdiyim pul, deyək ki, mən həccə və ya ümrəyə gedirəm. O verdiyim pul nəyə xərclənir? Mənim təyyarə biletimə xərclənir. Yəni mən təyyarəni istifadə edirəm. O təyyarədə yanacaqla hərəkət eləyir. Yəni təyyarəyə minirəm mən və bu təyyarə ibadət üçün gedirəm deyə o təyyarə pulsuz olmalı deyə bir şey yoxdur. Çünki insanlarda çox qəribə şey var həqiqətən. Məsələn, bəzən var ki, hansısa bir İslam mağazada dini bir kitab satılır. Başqa bir şey ki, bu dini kitabda pulsuz olmalıdır. Dini kitab göydən düşmür ki. Dini kitab dediyin şey bir mətbəədə çap olunur. Buna işçi işləyir, işıq işləyir, digər avadanlıqlar işləyir, kağızı gedir. Bunun bir maliyyəsi varsa, təbii ki, bu nəyəsə də satılacaq yəni. Yəni o həcc üçün, ümrə üçün xərclədiyin pul dediyin pul, ərəbə gedir dediyim pul, mən istifadə edirəm onu. Yəni mən təyyarəni istifadə edirəm. Və bu da bir tərəfli ərəb şirkəti üzərindən olmur. Yəni qarşılıqlı anlaşma üzərindən bəzən sən yerli şirkətin təyyarəsindən gedə bilirsən, bəzən o tərəfin, yəni bu ikisi də olur. Və yaxud digər nəyə xərclənir? Mən deyək ki, orada nəqliyyat istifadə edirəmsə, avtobus, qatar ona xərclənir, yəni mən istifadə edirəm. Oteldə qalıram mən. Yəni otel dediyin şey pulsuz olmalı deyə bir şey yoxdur. Mən oteldə qalıram. Mən yemək yeyirəm. Yəni o verdiyim pul mənim özümün istifadə etdiyim puldur. Xidmətdir, yəni mənə xidmət olaraq qayıdır o. Mən oteldə qalıram, yemək yeyirəm, avtobusa minirəm, təyyarəyə minirəm və digər xidmətlər.
Tam əksinə ora gedənlər də bilir ki, indi oradakı idarənin etdiyi xətalar falan bunlar başqa müzakirə üstündə. Amma orada böyük bir fəaliyyət var. Yəni minlərlə təmizlikçi işləyir, minlərlə polis, əsgər və yəni orada davamlı maliyyə gedir. Yəni mən o qiyməti müdafiə eləmirəm amma yəni sən bizim üçün də əl çatan deyil, xüsusən də həcc qiymətləri. Ona görə həccə gedən biraz azalıb, amma ümrəyə gedənlərin sayı artıbdı ölkədə. Amma yəni bu insanların özünə xərclənən puldur. Yəni ərəbə pul xərclənir, yox, mən yeyirəm yeməyi. Yəni mən oteldə qalıram. Mən sənə deyirəm ki, niyə İtalyana pul xərcləyirsən? Niyə məsələn Laplandiyaya gedib orada pul xərcləyirsən? Yəni bu ümumiyyətlə nə məntiq? İnsan turistik olaraq bir bölgəyə gedirsə, o bölgədə pul xərcləyir. Bunun maraq dairəsi odur. Yəni bu adam bunu istəyir və gedir, orada bu pulu xərcləyir. Özü qazanıbsa, sənin nəyinə lazımdır? Yəni bu adam bu pulu harda xərcləyir? Ümumiyyətlə bu etirazlar o qədər gülüncdür ki, adam etirazı səsləndirmədən öncə özü düşünsə, məsələn o ərəb fobiyası da var deyə, ərəbə, yəni dediyim kimi ərəb olmayıb başqa bir millətdə də ola bilərdi o idarə və yaxud adam deyir ki, Quran niyə ərəbcədir? Tamam, hansı dildə olmağını istəyərdi? İnsanların danışdığı, istifadə etdiyi hər hansı bir dildə gələcəkdi də bu nəticədə. Onda da deyəcəkdi ki, niyə bu dildədir? Yəni bu nə məntiqdir? Yəni bu nə yanaşmadır? Yəni bu etirazı səsləndirənlər üçün ki, həcc bizə aid bir mədəniyyət deyil, ərəblərə aid bir mədəniyyətdir. Yəni bu həcclə bağlı bir məsələ deyil. Bu ümumiyyətlə dinin isbatı ilə bağlı bir məsələdir. Yəni biz o adamla o zaman deməliyik ki, belə birisi varsa, bu etirazı səsləndirən, deməliyik ki, həcci, ümrəni, Məkkəni, bunları hələlik qoyuruq qırağa. Gəl biz məsələnin kökünə enək. Sən özünü nəyin isbat edirsən? Mən sənə İslamı isbat eləyim. Yəni bu dinə qayıdan bir məsələdir. İslamı isbat edirəmsə, zaten İslamın içində bütün bu şeylər keçir. Çünki İslam bir millətə gəlmiş bir din deyil. Yəni bu gün müsəlman coğrafiyasının böyük əksəriyyətini gəzsəniz, bu gün Məkkə Mədinənin idarəsi əlində olanlar daxil, xüsusən Körfəz ərəblərindən narazılıq çoxdur müsəlmanlar arasında, yoxsa razılıq çoxdur? Narazılıq daha çoxdur. Doğrudurmu? Yəni bir adam İslama gəlir deyə həmən ərəb sevərə çevrilmir ki. Yaxşı ərəbi sevər, pis ərəbi sevməz. Deyək ki, Azərbaycana gələn turistlərdir. Adam hər hansı bir ərəb turistin bir hərəkətini görür və o müsəlmanlar, ərəblər, halbuki mən özüm yəni bura gələn turistlərin içərisində yetəri qədər xristian ərəblər görmüşəm. Danışırsan adam xristiandır. Çünki adamın zehnində ərəb və İslam eyni başa düşülür. Halbuki ərəb coğrafiyasında yetəri qədər xristian da var. Yəni onların elədiyi hərəkətlər niyə İslamın ayağına yazılmalıdır? Və yaxud bir ərəb İslamın ziddini olaraq bir hərəkət eləyirsə, niyə İslamın ayağına yazılmalıdır? Biz çox qəribə adamlar etirazı səsləndirmədən öncə fikirləşmirlər bu məsələni. Yəni adam təsəvvür et, ölkədə hər hansı bir mənfi bir şey olur, deyək ki, yetəri qədər elmi inkişaf yoxdur, tibbi inkişaf yoxdur, bənzər şeylər. Və eyni adam bir neçə dəqiqə ərzində 2 dənə zidd fikir deyə bilir. Məsələn, adam deyir ki, din, mentalitet, cəmiyyəti geri buraxıb, ona görə şərq toplumları geri qalıbdı. Bunu deyə bilir rahat. Ölkəmizdəki bütün mənfilikləri də dinə aid eləyir. Sonra da bir neçə dəqiqə sonra adam deyə bilir ki, nə şərqdə, yəni bugünün müsəlman şərqində, nə də ölkəmizdə İslamın hüquq sistemi tətbiq edilmir. İslam sənin təhsili və səhiyyəvə qarışmır, amma günahkar İslam olur. Yəni heç bir şeyə qarışmağa qoymursan, amma bütün mənfilikləri də İslamın ayağına yazırsan. Burada indi bir nöqtəni də xatırıma gəlmişkən deyim. O insanlar deyək ki, içkisi üçün, nə bilim, əxlaqsız qadınlar üçün və yaxud bənzəri boş-boş şeylər üçün pul xərcləyənləri o etirazı eləmirlər. Məsələn, deyək ki, bunu bilirik də, deyək ki, adamlar bəlli təbəqə var ki, bu şeylərə, nə bilim, o haramlara, əxlaqsızlıqlara falan böyük pullar xərcləyir. Gördünmü? Bunları o etirazı eləmirlər ki, niyə ehtiyac sahiblərini paylamırsınız, amma həccə gedənlər deyirlər. Bu əslində onların şuur altında özlərinin də bilmədiyi bir məsələnin etirafıdır. Çünki onlar da etiraf edirlər ki, həccə gedənlər yardım edir. Onsuz da bunlar eləmirlər. Onsuz da siz eləyirsiniz, bunun hamısını eləyin. Yəni onsuz da bunlardan ümidlərini kəsib hamı. Yəni əslində özləri də bilmədən öz içində olduqları ideologiyanı çürütmüş olurlar bundan və etiraf edirlər ki, həqiqətən də müsəlmanlar yardım edir cəmiyyətə, insanlara.